Salam, bugünkü dərsimiz Azərbaycanın relyefi haqqında olacaq. Azərbaycanın endogen relyef formaları. Azərbaycan ərazisinin xeyli hissəsini düzənliklər təşkil etsə də o dağlıq ölkə kimi tanınır ki, ərazimizin deyə bilər ki 73% 1000 metrə qədər olan, 27% isə dağlıq ərazilər, yəni 1000 metrdən yüksək olan ərazilər hesab olunur. Və ölkənin hündürlük amplitudu böyük, təqribən 4500 metrdir. Yəni Xəzər sahili ilə Bazar düzü zirvəsi arasındakı yüksəklik fərqini əhatə edir ki, hesablamalara görə Azərbaycan ərazisində 27% dedik ki, 1000 metrdən yüksək olan ərazilərdir. 18% dəniz səviyyəsindən aşağıda yerləşib. 24% 0-200 metr aralığında yerləşmişdir. 42% ovalıqlardır. 31% isə 200 və 1000 metr aralığında yerləşmişdir. Azərbaycanın ərazi relyef xüsusiyyətlərinə görə kəskin seçilən Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı və Arazboyu düzənliklərdən ibarətdir ki, uzunluğu 1500 kilometrdən artıq olan Böyük Qafqaz dağları Respublikamızda Tinavros zirvəsindən başlamaqla şimal-qərbdən cənub-şərqə doğru Abşeron yarımadasına qədər uzanır ki, sualtı davamı isə Türkmənistana qədər davam edir. Yəni Türkmənistan ərazisinə qədər davam edir. Böyük Qafqaz dağları, Baş Qafqaz, Yan Silsilə, Qovdağ, Niyaldağ, Ləngəbis silsilələrindən, Ələt Tirəsi, Qobustan alçaq dağlığı, Abşeron təpəli düzənliyindən, o cümlədən Qusar Mali düzənliyi, Samurda və Çovalığı, Şollar düzü və Yaşma düzündən ibarətdir ki, Baş Qafqaz silsiləsi Respublikamızın ən hündür silsiləsi olmaqla Bazar düzü, Zəfər, Tufan, Raqdan, Çingiz Mustafayev, Babadağ, Dübrar kimi zirvələrə malikdir. Bunlardan ən hündürü ölkəmizin ən uca zirvəsi olan Bazar düzü zirvəsidir ki, ən hündür deyə bilərik ki, zirvəsi 4466 metr yüksəklikdə yerləşib. Bazar düzü Azərbaycanın Rusiya ilə sərhədində Qusar rayonu ərazisində yerləşir. Onun koordinatları 41 şimal enliyi və 47 şərq uzunluğudur. Orta əsrlərdə zirvədən şərqdə yerləşən Şahnabad dərəsində hər il yarmarkalar keçirilərmiş ki, buraya Azərbaycanlı, Rus, Hind tacirləri gələrmiş ki, Bazar düzü ətrafındakı zirvələrin fonunda daha əzəmətli göründüyü və uzaqdan seçildiyi üçün bazara gələn bütün karvanlar onun deyə bilər ki, buzlu zirvələrini görən kimi sola dönərək yolu taparlarmış. Və bu səbəbdən də dağın adı Bazar düzü adlandırılıbdır ki, Bazar düzü 1847-ci ildə Rus topoqrafı Aleksandrov tərəfindən, 1993-cü ildə isə Azərbaycanlı alpinistlər Rəhimov və Əsədov tərəfindən fəth edilmişdir ki, zirvə deyə bilərik ki, bütün il boyu buludlarla örtülü olur. Və Qusar rayonunda yerləşən başqa zirvələrdən, deməli, Bazar düzündən başqa Zəfər, Şahdağ, Yarı dağı misal olaraq göstərə bilərik. Qəbələ rayonunda yerləşən Tufan, Bazar yurt və Raqdanı misal olaraq deyə bilərik. Deməli, Qubada yerləşən Salavat aşırımıdır, Babadağı misal olaraq deyə bilərik. Çingiz Mustafayev də Quban ərazisində yerləşmişdir. Deməli, Salavat aşırımı Azərbaycan ərazisində iki yerdədir. Biri Dağıstan və Şəki sərhədində yerləşir, 2830 metr yüksəklikdədir. Biri də Quba və Qəbələ sərhədində yerləşmişdir ki, hündürlük 2910 metrə bərabərdir. Kiçik Qafqaz Böyük Qafqaza nisbətən az parçalanıbdır ki, Respublikamızın ərazisində bu dağların ən mühüm relyef vahidləri Şahdağ, Murovdağ, Şərqi Göyçə, Qarabağ, Zəngəzur, Dərəliyə silsilələri, Qarabağ vulkanik yaylası və yazı yaylalarıdır ki, Azərbaycanla deyə bilərik ki, Ermənistan sərhədində yerləşənləri isə Murğuzdur, Şahdağ silsiləsidir, deyə bilərik bu ərazilərdir ki, və Şahdağ silsiləsi Qararxaç və Qocadağ kimi uca dağ zirvələrinə malikdir. Şahdağ silsiləsindən şərqə doğru Murovdağ silsiləsi uzanır ki, Murovdağın ən hündür dağ zirvələri Qamışdağ, Böyük Hinaldağ, Qoşqar və Kəpə zirvələri hesab olunur. Qarabağ silsiləsinin zirvələrinə isə Böyük Kirs, Kiçik Kirs, Qırxqız və Ziyarət aiddir ki, bunlardan ən hündürü Böyük Kirsdir, 2725 metr yüksəklikdə yerləşibdir. Burada dağ tirələri və silsilələri arasında geniş dağarası çökəkliklər yerləşir. Bunlardan ən böyük məhsulda torpaqları olan Xocalı çökəkliyidir ki, silsilənin şimalında Umudlu, cənubunda isə deyə bilərik ki, Qırmızı Bazar və Tuğ çökəklikləri var. Qarabağ silsiləsindəki qalın əhəng daşı qatlarında əmələ gəlmiş Şuşa yaylası və Daşaltı kanyonu təkrarsız gözəlliyi və görkəmi ilə seçilmişdir ki, Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla deyə bilərik ki, təşkil olunmuşdur ki, bunlarda bu ərazilərdə deməli Qızılboğaz, Böyük İşıqlı, Gəlinqaya, Qızılqaya, Axar-Baxar kimi bu sönmüş vulkanları misal olaraq deyə bilərik.
Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi Dəli dağıdır. 3616 metr yüksəklikdə yerləşib. Şərqi Göyçə silsiləsində isə ən uca zirvə Kəti dağ hesab olunur. Və deyə bilərik ki, Kəti dağ, Dərəliyəzdə Kükü dağdır, Zəngəzurda Qapıcıq zirvələridir ki, ümumiyyətcə Kiçik Qafqazın ən hündür zirvəsi Qapıcıq hesab olunur. 2904 metr yüksəklikdə yerləşibdir. Kür-Araz ovalığı Azərbaycanın ən böyük oroqrafik elementlərindən biri olub, Kür çökəkliyi daxilində yerləşir ki, bu ovalıq çökəkliyin çox hissəsini əhatə edir və qərbdən şərqə doğru genişlənərək Xəzər dənizinədək uzanır. Böyük bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Kür-Araz ovalığı Qarabağ, Mil, Şirvan və cənubi-şərqi Şirvan, Muğan və Səlyan düzlərindən ibarətdir ki, Kür çökəkliyi daxilində həmçinin Qanlı-Xəzər vadisi, Ceyrançöl alçaq dağlığı və Kiçik Qafqaz ətəyən Gəncə-Qazax hərəmi və Qəyan-İncə düzləri əsas relyef aidləri sayılır. Talış dağ sistemi isə Talış, Peştəsər, Brovar kimi 3 əsas silsilədən ibarətdir. Bu silsilələrdən ən hündürü isə Kömürgöy hesab olunur, 2493 metrdir və Qızıyurdu isə 2433 metrə bərabərdir. Talış dağları ilə Xəzər dənizi arasında qalan ensiz ovalıq isə Lənkəran ovalığı hesab olunur. Araz çayının sol sahilində yüksəkliyi 600 metrdən artıq olan Arazboyu mali düzənliklər uzanır ki, bu düzənliklərə Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzlərini misal olaraq deyə bilərik.